Fatimə Zəhra sağlığında İmam Hüseyn əleyhissalam üçün, hələ onda İmam Hüseyn körpə idi, bir dənə köynək toxumuşdu və qızı Zeynəbə tapşırmışdı ki, böyüyəndə bunu Hüseynə verərsən. Kərbəlada o köynək İmam Hüseyn əleyhissalamın əynində idi. Elə ki, düşmən amansızcasına imamı qətlə yetirdi. Daha sonra imamın əynindəki o köynəyi qarət etdilər. Daha sonralar xanım Zeynəb düşməndən o köynəyi geri aldı. Lakin xanım Zeynəbin nələr çəkdiyini bir Allah bilir. Şair İmam Hüseyn əleyhissalama xitabən öz şeirində belə deyir: sən öləndən xoş günə həsrət qalıbdı Zeynəb. Qarət olmuş köynəyin əldən alıbdı Zeynəb. Xoş günə həsrət qalıbdır Zeynəb. Qarət olmuş köynəyin əldən alıbdır Zeynəb. Şale matəm başına hər an salıbdır Zeynəb. Yanıbdır Zeynəb. Sən öləndən xoş günə həsrət qalıbdır Zeynəb. Qarət olmuş köynəyin əldən alıbdır Zeynəb. Şale matəm başına hər an salıbdır Zeynəb. Yanıbdır Zeynəb.